Bir sual belədir. Qarşıdan Ramazan ayı gəlir. Allah bizi Ramazan ayına yetişdirsin. Amin. Biz Ramazan ayında ən çox nəyə fikir verməliyik? Bu ayda özümüzü necə tərbiyə edə bilərik? Zəhmət olmasa bu haqda biraz geniş danışa bilərsiniz. Allah'tan dilerim ki Allah Subhanahu teala bizleri iman ile, ihsan ile Ramazana yetiştirsin ya Rabbi. Amin. Bütün dünyada olan Müslümanlara. Amin. Baxın, Ramazan ayı öz-özlüyündə bir mədrəsədir. Həqiqətən. Ramazan ayı insan neyləri öyrədir? İnsan nə cürlə tərbiyələnir? Ən birinci insan tərbiyə edir orada özünü, özün nəfsini. Həqiqətən. Ramazan ayında islah ola bilməyən insan mümkün deyil ki, başqa aylardan islah olsun. Vallahi ki, bilirsiniz nəyə görə? Ramazan ayında insan ehsan sifətinə çatır. Daha doğrusu 30 günün gündüzlərini, şübhəsiz gündüzlərini və gecələrində, nəyə görə deyirəm gündüzlərini? 30 günün gündüzlərini sahurdan iftara kimi ehsan sifətində yaşayır. La ilahe illallah. Nə deməkdir bu? Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə Cəbrail aleyhissalam gəlib sual verdikdə məşhur hadisi bildiyiniz kimi İslam haqqında, iman haqqında, ihsan haqqında. İhsana çatanda buyurur ki, "Axbirni anil ihsan." Mənə ihsan haqqında xəbər ver ey Muhammed sallallahu aleyhi ve sellem. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, "El-ihsanu" ihsanın tərifi "En ta'budallaha ka'annaka tarahu. Fe lem tekun tarahu fe innehu yarak." Allah'a elə ibadət et ki, onu görürmüşsən kimi. Onu bacarmasan, bil ki Allah səni görür. İndi nəyə görə deyirəm sahurdan iftara kimi ihsan sifətini tapar o oruç tutan adam? Nəfsi tərbiyə. Baxın, su. Düzdür? Sahurdan iftara kimi icazəli deyil içmək. Bu kimin əmridir? Allah'ın. Yaxşı, sual. Biz mətbəxdə oturmuşuq. Ailə üzvlərinin heç kim yoxdur. Və yaxud otağımıza girmişik, qapını bağlamışıq, yanımızda da su var. Və yaxud xaladenikdə soyuq su var. İstərsə qışda, istərsə yayda insan oruç tutanda susuz deyil, elə deyil mi? Bizimlə o su arasında belə deyək də, qalxan qoruyucu bir məsafə var. Nədir o? Bu elə ehsan. Muraqabə. Allah'ın görməsi, elə deyil mi? Subhanallah, fikir verirsiniz. Mən istəyərəm ki, su içəm. Nəfs istəyir də. İnsan istəyir ki, su içsin. Ramazandır, düzdür, susuzdur, üzr istəyirəm. Amma biz fikirləşik, yox, Ramazanda yeyib içmək olmaz, haramdır. Allah mənə sahurdan iftara kimi yeyib içməyi haram edib. Allah mənə icazəli görmür ki, mən yeyim içəm. Subhanallah, fikir verirsiniz, insan ehsanı həyatına gətirir. Nəfs üçün ən böyük tərbiyədir. Həqiqətən. Nə xoş o insanların halına ki, bu fürsətdən istifadə eləsinlər. Allah bizə də nəsib etsin. Nə gözəl olar ki, insan özünü belə deyək, o mədrəsəyə girir. Mədrəsədə 30 gün ona elə bir ki, təlim keçirir. Ona yaxınlaşmaq olmaz. Halallar haramlaşır. Bir müddətlik. Sahurdan, nə deyək, iftara qədər. Bu, belə deyək də, halallar haramlaşmaq məsələsi elə bir məsələdir ki, insan azır əlini uzatmır, susuzdur, hətta tək olsa belə. Tək olanda belə nə deyək, əlini uzatmır. Subhanallah, bəzən insan səfərdə olur Ramazanda. Səfər edəndə bilirsiniz ki, ruxsat icazəli ki, yeyib içmək. Hətta səfərdə olanda Ramazanın hörməti xatirinə adam yeyib içmək istəmir. Yeyib içmək icazəlidir. Adam fikir, cəmaat oruçdur, necə mən yeyib içəcəm? Fikir versin, subhanallah. Ona görə Ramazan bizim üçün fürsətdir vallahi ki. Kim istəyirsə ki, özünü islah etsin, elə bu məsələdən başlasın. Nəfsi tərbiyə. Orada özür istəmə necə idi? Bu ayda özümüzü necə tərbiyə edə bilərik? Bəli, əhsəndir. Necə tərbiyə edək? Bu cürə tərbiyə edək. Ən yaxşı yol budur. Allah məni görür. Yəni bundan artıq nə ola bilər? Bu ehsan sifəti əslində peyğəmbərlərin sifəti olub. Vallahi ki, peyğəmbərlərin sifəti olub. Yəni bütün peyğəmbərlər bu cürə olublar. Allah məni görür. Xoş o insanların halına. Yəni bundan o yana saadət yoxdur. Bundan o yana xoşbəxtlik yoxdur. İnsan gəlib hara çatıb, Allah məni görür. Subhanahu teala. Şübhəsiz ki, orada hədisdə keçir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurduğu kimi, "En ta'budallaha ka'annaka tarahu." Allah'a elə ibadət et ki, onu görmüş kimi. Bu mümkün deyil. Çünki bu dünyada Allah'ı görmək əhl-i-sünnə vəl cemaatına qədərsən görə mümkün deyil. Allah bizə nəsib etsin özünü qiyamət günü görməyə, bütün möminlərə. Amin. Qiyamət günü biz görəcəyik Allah'ı. İnşallah. Amma nə deyir? Allah məni görür. Allah məni görür nə deməkdir Mirzə qardaş? Bütün hallarında Allah məni görür. Mən yeyəndə Allah məni görür, içəndə Allah məni görür, danışanda Allah məni görür, yeriyəndə Allah məni görür, bazarda olanda, metroda olanda, avtobus, bütün hallarda Allah məni görür. Subhanallah, elə bir yer varmı ki, orada Allah görməsin? Hər şey. Allah bütün məqamlarda məni görür. Madam ki, Allah məni hər yerdə görürsə, bəs mən özüm nə cürlə rəftar etməliyəm? Özümü, daha doğrusu, nə cürlə düzəltməliyəm? Mənim muamiləm nə cür olmalıdır? Mən biləndən sonra ki, Allah məni görür, diqqətli olmalıyam. Bütün məsələlərdə. Bu nəfsi tərbiyədir. Ramazan ayı, əlhəmdülillah, fürsət. Allah Teala bizləri yetişdirsin o aya. Sonra nə deyir? Orada
orada belə deyək də nəfsin güclənməsi üçün bəzi ibadətlər var. Bəzi ibadətlər var ki, namazları çalışıb cəmaatla qılmaq, xüsusən də gecə namazlarını, təravih namazlarını Allah nəsib eləsin. Həmçinin çoxlu Quran oxumaq, həmçinin yaxşı əməllər görmək, salih işlər görmək. Subhanallah, baxın, adam ki, söhbətimizin Ramazanla bağlıdır. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm necə ki, Cəbrail əleyhissalam gəlir, dua edir, bəddua edir. Burada bir məqam var, subhanallah, o məqama fikir vermək lazım. Bəzən olur ki, bəzi müsəlmanlar üçün, subhanallah, Ramazanın gəlişi ilə çıxışı arasında heç bir fərq olmur. Allah bu haldan qorusun. Elə 11 ayında nə cür yaşayırsa, elə Ramazanda bu cür yaşayır. Bu hal təhlükəli haldır. Nəbi sallallahu əleyhi və səlləmə baxın, göy üzünün əmini olan Cəbrail əleyhissalam bəddua edir. Subhanallah. Yer üzünün əmini olan əmin deyib. Fikir verirsiniz, göy üzündə mələklər arasında, necə ki, bu ittifaq olunub əhl-i-sünnədə, ən fəzilətli mələk kimdir? Cəbrail əleyhissalam. Fikir verirsiniz, Cəbraildən fəzilətlisi yoxdur. Əleyhissalam. O cür əzəmətli bir mələk. Allah Subhanahu taala onu o cür böyük xalq edib. 600 qanadlı bir mələk, bilirsiniz. Cəbrail əleyhissalam əzəmətli bir məxluqdur, subhanallah. 600 qanadlı. Hətta Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, Cəbrail 2 dəfə özünün qiyafəsində gəlib. Necə ki, Sahih Müslimdə keçir. Deyir ki, mən deyir, hara baxırdım deyir, Cəbrail əleyhissalam qanadının birini açmışdı. Hara baxırdım deyir, Cəbraili görürdüm, Allahu akbar. Fikir verin, üfüqün harasına baxırdım və onu görürdüm. Bu bilsin nə deməkdir, Mirzə qardaş? Bu o deməkdir ki, Cəbrail əleyhissalam bu cür əzəmətli bir məxluqdur. Allahın salamı olsun. Göy üzünün ən əmin olan, Allah onu əmin adlandırıb kitabında. Və dua edir. Deyir ki, burnu yerlə sürünsün, o kəsin ki, Ramazan girdi, günahları bağışlanmadı, çıxdı, Allah qorusun. Muhammed sallallahu aleyhi ve sellem əmin deyir. Qul əmin ya Muhammed. Allahu akbar. Sallallahu aleyhi ve sellem. Deyir ki, burnu yerlə sürülsün deyir. Valideynlərdən ikisindən biri və yaxud ikisindən biri onun yanında yaşadı deyir. Bundan istifadə edib nədir? Bu onlara yaxşılıq etdi bir mənada. Cənnətə girmədi. Əmin deyir, əmin deyir. Sonra deyir ki, burnu yerlə sürünsün deyir, sənin deyir, adın çəkildikdə sallallahu aleyhi ve sellem. Orada nədir? Salavat demək. Sallallahu aleyhi ve sellem. Ona görə şəhid hissəsi bizə lazım olan hissə nədir? Mirzə qardaş. Ramazan ayını belə yola vermək olmaz. Ramazan ayı digər aylar kimi deyil. Ramazan ayında fikirləşmək lazımdır ki, nədir? Ramazanın gecəsindən, Ramazan ay görünəndən sonra nədir? Başlamaq lazımdır ki, ibadətlərlə məşğul olmaq. Ən gözəl, yəni aydır ki, nəfsi tərbiyə etmək üçün. Üzr istəyirəm, biraz uzun oldu. Çünki bizim bu hamımızın yaralı yerimizdir. Bütün müsəlmanlar elə deyilmi? Hamının yaralı yeridir ki, Allah xoş nəfsi tərbiyə etmək. Elə ki, nəfslərimizi tərbiyə etdik. Nə xoş o insanların halına, subhanallah. Su məsələ gözəl məsələdir, elə deyilmi? Suyu götürüb içmək olar da. İstənilən bir insan təklikdə, istər qadın, istər kişi. Amma nədir onun arasında, bizimlə onun arasında dayanan qalxan? Muraqab, Allahın görməyi. Biz Allah görür, yox, içə bilmərəm. Bütün əməllərdə bu cürlə. Məni Allah görür, mən bu sözü danışa bilmərəm. Allaha nə cavab verəcəm? Məni Allah görür, naməhrəm qadınlara baxa bilmərəm. Allaha nə cavab verəcəm? Məni Allah görür, qeybət eləyə bilmərəm. Pis işlərlə məşğul ola bilmərəm. Allah daha doğrusu bilir. Allah sizdən razı olsun. Sizdən də.